Abituriyentlər, bugün sizlərə 2017-2025-ci illər ərzində həm DİM-in keçirdiyi sınaq, həm də qəbul imtahanlarında üzvü birləşmələr arasında genetik əlaqə bu mövzuya aid düşən və təkrarlanan sual nümunələrinin izahını verəcəm. Sualların izahına keçməzdən əvvəl istəyərdim ki, ikinci şans imtahanı üçün qeydiyyatımız başlayıbdır. Qeydiyyatdan keçmək istəyib ətraflı məlumat almaq istəyən şəxslər 051 447 02 51 nömrəsini WhatsApp ilə əlaqə saxlaya bilərlər. Gəlin vaxt itirmədən keçək elə birinci sualımıza. Deməli, bizə birinci sualda verir ki, birinci sualda deyir, dəm qazı üstə gəlinsin hidrogen. Bu ən çox təkrarlanan sualdır. Buradan alınacaq deməli nə? Metil spirti. Metil spirtini mis-1 oksidlə oksidləşdirsək, biz alacağıq deməli H qarışqa aldehidi bu şəkildə. Onu da mis-2 hidroksidlə oksidləşdirdikdə qarışqa turşusu əmələ gələr. Bizə deyir hansı maddələr gümüş güzgü reaksiyasına daxil olar. Gümüş güzgü reaksiyasına daxil ola bilməsi üçün karbonil qrupu olmalıdır. Gördüyünüz bax bu qrup. Təbii ki, oksigenini yazmamışam. Bu qrup olmalıdır. Bu qrup həm aldehiddə, həm də karbon turşularında, qarışqa turşusunda var deyə. Deməli, Y girəcək, bir də Z girər. YZ cavabımız olacaq B variantı. Növbəti ikinci sual. Bu da yenə eyni tipdir. Metan qazının su ilə reaksiyasından nə alınır? Buradan deməli, metanın konversiyası deyirik biz. Dəm qazı, kənardan yazın buradan. Metan, üstə gəlinsin su, bu karbon qazı ilə də ola bilər. Dəm qazı plus hidrogen əmələ gəlir. Burada aldığımız dəm qazıdır. Dəm qazını kalsium hidroksid ilə katalizator iştirakında reaksiya aparsaq, qarışqa turşusunun kalium duzu əmələ gəlir. Kalium duzun üzərinə mən sulfat turşusu gəlsəm, hidrosulfat, kalium hidrosulfat, bir də qarışqa turşusu əmələ gələr. Yəni mənim burada X3-üm HCOO H-dır, qarışqa turşusu. Bunun oksidləşməsindən deməli nə çıxır? Özü veribdir. Mis-1 oksid, su, bir də Z maddəsinin nə olduğunu tapmamı istəyir. Təbii ki, bu da karbon qazı olacaq. Cavab C variantı. Növbəti, keçək üçüncü suala. Bu sualda çox rastlanan, təkrarlanan suallar arasındadır. Deməli, burada bizə deyir ki, X maddəsi ilə Z maddəsi polkondensləşməyə girir, iri molekullu birləşmə əmələ gətirir. Y ilə X reaksiya daxil olur, əvəz etmədə hidrogen çıxır. Z ilə Z isə polimerləşir və iri molekullu birləşmə əmələ gətirir. Deməli, burada əlimizdə olan maddələr qarışqa aldehididir, yəni formaldehid, natriumdur, bir də fenoldur. Mən artıq bu əlimdə olan 3 dənə maddəyə görə bilə bilərəm ki, Y ilə X bizə əvəz etmə reaksiyası verib hidrogen əmələ gətirirsə, deməli bu maddələrdən biri fenoldur, C6H5OH. Digəri isə natriumdur, çünki buradan fenol özünü spirt kimi aparsa, hidrogeni natriumla əvəz edib hidrogen əmələ gətirəcək. Və fikir veririk ki, burada X 2 reaksiyanın ikisində də iştirak edir və X burada natrium ola bilməz. Çünki natrium polkondensləşmə reaksiyasına girmir. Deməli, mənim X-ım fenol olmalıdır. Y-im natrium olmalıdır. Z-im isə fenolla birgə polkondensləşə bilən fenol formaldehid olmalıdır. Və burada cavabımız olacaq X-a fenol, Y natrium, Z-də aldehid. Cavab A variantı. Sonra növbəti dördüncü suala keçək. Bu sualda çıxıma aid olan bir hesablama sualıdır. Burada bizdən nə istəyir? Deməli, belə alken veribdir, propen. Propeni hidratlaşdırırıq. Alkenlər hidratlaşanda çevriləcəkdir təbii ki. Nəyə? İkili spirtə. Çünki bu şəkildə olur. Bunu mis-1 oksidlə oksidləşdirsəm, mənim Y maddəm deməli olacaqdır aseton. Deyir, birinci reaksiyanın praktiki çıxımı 80%, ikinci mərhələnin praktiki çıxımı isə 50% olarsa, 112 litr propendən neçə qram Y maddəsi alınır? Gəlin, burada ilk öncə belə edək. Sxematik buradan yazacağım. Birinci reaksiya üzrə alken alınır nə? Spirt. Həmişə bu reaksiya 1-in 1-ə gedir. Gəlin, birincisi 112 litri
112 litri bölək 22,4-ə görək neçə mol deməkdir bu alken? 5 mol deməkdir. Deməli 5 mol alkendən təbii ki mən 5 mol spirt əldə edərəm 100% çıxımla. Amma bu mənə 80% çıxım dediyinə görə 5 molu spirti mən 100% ilə alaram. Bəs 80% çıxımla nə qədər spirt əldə etmiş olaram? X da buradan olar deməli 4 mol. Sonra ikinci reaksiyam var. Spirtdən alaram nəyi? Ketonu. Bu mənim ikinci reaksiyamdır. Fərqli rənglə yazım. Deməli, spirtdən keton əldə etmişəm və həqiqətən bu reaksiya 1-in 1-ə gedir. 4 mol spirtdən 4 mol keton əldə edərəm. Hansı ki bu 4 molu mən 100% ilə tam reaksiyadan aldım. Amma mənə ikinci reaksiyanın çıxımı 50% olduğundan buradan x mol keton alınır. Bu da eləyər 2 mol keton. Məndən isə alınan ketonun, yəni aseton alınmışdı, qramını istəyir. Bunu da necə tapa bilərik? Neçə qram Y maddəsi alınır? Propenin kütləsini tapmaq lazımdır. Propenin emeri necə olacaq? Formul CnH2nO şəklindədir. Yerinə 3 qoyanda C3H6O. Deməli, asetonun emeri 58 edir. Amma 2 mol olduğuna görə də olacaqdır 116 qram. Yəni 4-də D variantı. Sonra keçək 5 nömrəli sualımıza. Burada bizə nə veribdir? Bizə deyir sxemdə X maddəsi üçün nə doğrudur? Bu olacaq benzol. Benzolun qatı nitrat turşusu ilə reaksiyası var. Benzolun qatı nitrat turşusu ilə reaksiyasını yazsaq C6H6 üstə gəlsin HNO3. Burada təbii ki benzol halqasındakı bir hidrogen atomu nitro qrupla əvəz olunur. C6H5NO2 alınır. Sonra buna hidrogenlə təsir edirik. Bu zaman anilinə çevrilir. C6H5NH2. Deyir ki, bizə deyir X maddəsində hansı ifadələr düzdür? Bizim X maddəmiz nitrobenzoldur. Gördüyünüz kimi molekulunda 14 atom var. Baxsaq, deməli 6 üstə gələk 5 üstə gələk 3. 8, həqiqətən 14 atom var. Birinci ifadə doğrudur. Sonra karbon atomları sp hibrid vəziyyətindədir. Bəli, bütün karbon atomları benzol halqasından söhbət gedirsə, nitrobenzolda hamısı sp2 halındadır. Bu da doğrudur. sp2 halındadır. sp deyil. Ona görə bu səhvdir. sp2 halındadır. 4 doğrudur. Aminlərə aiddir. Amin deyil. Nitro birləşmədir. 3-də səhvdir. Molekulunda karbon-karbon siqma rabitələrin sayı 6-dır. Yəni bu qapalı quruluşlu bir şey olduğuna görə 6 karbon var. 6 dənə də siqma rabitə var. Bu da doğrudur. Cavab olacaq A variantı. Növbəti davam eləyək 6 nömrəli sualımızda. Deyir hansı maddələr adi şəraitdə bromlu suyu rəngsizləşdirir? Butan bromlu suyu rəngsizləşdirmir. Stirol bromlu suyu rəngsizləşdirir. Daha sonra bir də fenol rəngsizləşdirə bilər və cavabımız olacaq C variantı. Sonra keçək. Uyğunluğu müəyyən edin deyir. Bu sual çox təkrarlanır, yəni diqqətli olmaq lazımdır. Natrium hidroksidlə qızdırdıqda metan alınır. Mis2 hidroksidlə göy rəngli məhlul əmələ gətirir. Gümüş bir oksidin amoniakda məhlulu ilə turşduz əmələ gətirir. Natrium formiyat. Deməli, natrium formiyat necə yazılır? HCOO natrium. Biz bunu natrium hidroksidlə reaksiya aparsaq, burada. Bu bizə metan qazı verməz. Çünki alkanların alınmasında qarışqa turşusundan başqa bütün duzlar götürmək olar. Burada gümüş bir oksidin məhlulu ilə reaksiya daxil olsa, natrium hidrokarbonat əmələ gələcək. Yəni buradan turşduz çıxır. Ona görə 3-ə gedəcək A. Sonra natrium asetat. CH3COO natriumu mən indi natrium hidroksidlə reaksiya aparsam, burada alkanların alınma reaksiyasıdır laboratoriyada. Metan və natrium 2CO3 normal duz əmələ gələr. Metan əmələ gəldiyindən B variantı gedəcək birinciyə. Etilen glikol. Etilen glikol göy rəngli məhlul verir və yaxud da gliserin. Çox atomlu spirtlər mis2 hidroksidlə göy rəngli məhlul verəcəkdir bizə. Ona görə də C və Y
gedəcəkdir ikinciyə. Sonra etil spirti də burada verilən heç bir reaksiyaya getmədiyinə görə D variantı heç bir yerə uyğun gəlmir. 8 nömrəli sual. X-in üzərinə su gəlib, S2H2 almışıq. S2H2-nin üzərinə də su gəlib, Y almışıq. Deməli, mən nəyin üzərinə su gəlsəm ala bilərəm asetileni? Kalsium karbidin. Kalsium karbidin üzərinə su gəldi, bunu aldıq. Daha sonra alkinlərin su ilə reaksiyası. Buradan biz nə alacağıq? Kucherov reaksiyasıdır. Aldehid alınmalıdır. Yerdə qalan digər nümayəndələrdən isə ancaq və ancaq alınacaqdır nə? Burada cavab bu arada Y variantıdır. Yalnız ilk nümayəndədən aldehid alınır. Yerdə qalan alkinlərin bütün nümayəndələr Kucherov reaksiyasından, su ilə reaksiyasından ketonlar alınır. 9 nömrəli sualımız. Deməli, X elə bir maddədir. Özü də ki, bu sual 2020 Dimen sınağındakı sualdır. H2O-nun qatı sulfat turşusu ilə reaksiyasından Y əldə edilir. Deməli, bu alkendir. Su ilə reaksiyasından, daha doğrusu X spirtdir. 140 Selsidən yuxarı temperaturda dehidratlaşdırmışıq. Y alkeni olacaqdır. X-in üzərinə CH3COO gəlsək, biz buradan alacağıq, deməli, turş mühitdə gedirsə, burada efirləşmə reaksiyasıdır. İndi buradan nəyə baxmaq lazımdır? Bizə deyir ki, X və Y molekulunda hər birinin N sayda, Z-də isə 2 N sayda karbon atomu var. Z deməli olmalıdır efir. Sonra Z efirdir, X deməli spirtdir. Bu da turşudur. Fikir versəz, bizim bax bu maddəmizin içərisində 2 dənə karbon atomu var. Deməli, mənim spirtim də C2H5OH etil spirti olmalıdır ki, bunların içində olan karbonların sayı 2-dir. Z-də 2N qədər olsun, yəni 4 ədəd olsun. Deməli, mənim X-im etil spirtidir, Y-im alkendir. Z-im isə olacaqdır etil spirt bu şəkildə qarışqa sirkə turşusunun etil efri. Nəsə çox danışdım, söz yadımdan çıxdı. Bu şəkildə C2H5 və buna da uyğun variantımız olacaqdır B variantı. Bu şəkildə. Sonra 10 nömrəli sual deyir, hansı maddə həm qələvi, həm də metil spirti ilə reaksiya daxil olur? Burada biz nitrat turşusunu götürə bilərik. Reaksiya hansı maddə həm qələvi, həm də metil spirti ilə reaksiya daxil olur? Deməli, spirti götürə bilmərəm, çünki spirt qələvi ilə reaksiya daxil olmur. Sonra dəm qazı ümumiyyətlə götürə bilmərəm. Yox, hidrogen xlorid. Demək olar ki, buradakı maddələrin hamısı verilənlərin qələvi ilə də, spirtlə də reaksiya daxil olur. Amma burada unutdum deməyi, birləşmə reaksiyasına girməlidir. Burada hidrogen xloriddir, HNO3-dür, daha sonra qarışqa turşusudur. Bunlar hər biri qələvi ilə reaksiyaya girəndə və yaxud da spirtlə reaksiyaya girdikdə əvəz etmə, daha doğrusu mübadilə reaksiyasına daxil olur. Amma dəm qazı natrium hidroksid ilə reaksiyası istisna reaksiyalardandır ki, buradan HCOO natrium alınır və yaxud da dəm qazının metil spirti ilə reaksiyasından da sirkə turşusu əmələ gəlir. Ona görə cavabımız olacaqdır birləşmə reaksiyası istədiyinə görə. Sonra keçək 11-ə. 11-də bizə deyir ki, maddələrdə alkandır, doymuş aldehiddir, doymuş ketondur. Nisbi molekul kütlələr bərabərdir. Molekulda karbon atomları sayını müəyyən edin. Deyir, keton reduksiya məhsulu 2 butanon olarsa, yəni deməli ketonun tərkibində karbon 4 ədədiymiş. Doymuş aldehid və ketonlarda formul eyni olduğuna görə hər ikisində də 4 karbon olacaqdır. Alkan molekulu da əgər doymuş aldehid və ketonlarda kütləsi bərabərdir deyirsə, hər zaman aşağılar. Deməli, belə tez bazar tapmaq üçün yadınızda saxlayın ki, alkanın keton və aldehiddən
emirləri bərabər olsun deyirsə, karbon sayı bir vahid artıq olmalıdır. Bizdən də bunların karbon saylarının cəmini istəyir. 4 üstəgəl 4 üstəgələk 5, bu da eləyəcək 13. Növbəti, keçək 12. Hansı sinifin nümayəndələrinin molekulunda sp hibrid halında olan karbon atomu var? İzolə olunmuş alkodiyen. İzolə o deməkdir ki, karbon atomları arasında, iki qatlar arasında çoxlu sayda tək qatlar var. Bu zaman olmaz. Doymuş bir əsaslı karbon turşusu. Doymuş bir əsaslı karbon turşularında demək olar ki, alkil radikalına karboksil qrupu birləşir. Bura alkil radikaldır. Bütün karbonlar sp3'dür. Burada olan karbon sp2'dir. Ona görə bu da deyil. Doymuş bir atomlu spirt, bu spirtlər də yoxdur. Kumila olunmuş alkadiyen. Kumila olunmuş alkadiyen nə deməkdir? Yəni karbonlarda iki qat rabitələr qonşudur. Qoşulmuş diyen isə deməli bu şəkildə olmalıdır. Aralarında bir dənə tək qat və burada sp halında yoxdur. Amma bunlar sp2, bu ortadakı sp, bu isə sp2'dir. Cavabımız olacaq D variantı. Sonra 13. Deyir hansı reaksiyada X eyni maddədir? Deməli 2 xlor propana qələvinin spirtdə məhlulu ilə təsir etdikdə, yəni monohalogeni törəmələri qələvinin spirtdə məhlulu ilə təsir etsək alken alarıq. Bu olacaq propen. Sonra X-in hidrogenlə reaksiyasından propen alınıb. X eyni maddədir. X artıq burada məhsul propendirsə X propen ola bilməz. Sonra bu propin imiş ki, propinə 1 mol hidrogen birləşdiriblər, olubdur propen. İzopropil spirtinə suyun dehidratlaşmasıdır. Buradan alacağıq propen. Yəni alken. Propanal aldehiddir. Aldehidlərə hidrogenlə təsir göstərsək, burada deməli biz alacağıq nəyi? Spirti, propanol. 2. Və bizdən də propen olsun deyir, eyni maddə olsun. X, birinci və üçüncüdə cavab A variantı. Davam edək 14 nömrəli sualımızla. Burada gördüyünüz aldehiddir. Aldehidi hidrogenləşdirmişik. Metil spirti, metil spirtindən oksidləşib. Yəni aldehidi təzədən oksidləşdiriblər. Karbon turşusu oksidləşmə dərəcəsi dəyişmir deyir. Deməli, burada yalnız 4 olmalıdır. Çünki bu qəbul imtahanına da düşür, təkrarlanan sualdır. Amma gəlin niyəsinə baxaq. Baxın, burada karbonun məsələn, OH-ı bütövlükdə götürsək, olmur. Oksigen müsbət 1, bu mənfi 2, bu müsbət 1, karbona qalır 0. Deməli, karbon oksidləşmə dərəcəsi 0-dır. Daha sonra bu spirtə birləşmişdə mənfi 1-dir, OH. Hidrogen müsbət 1, 3 ədədi, müsbət 3, bu eləyir mənfi 1. Toplayanda müsbət 2 eləyir, karbon qalır mənfi 2. Deməli, oksidləşmə dərəcəsi 1 dəyişdi. 1-in olduğu variantları silək. Daha sonra bu mənfi 2 idi, bu aldehiddir, yenə 0-dır. 2-dən 3-ə keçəndə də görürsünüz, oksidləşmə dərəcəsi dəyişib. Ona görə 2-nin olduğu variantları da çıxaq. Daha sonra gələk karbon turşusuna. Karbon turşusunda oksigen mənfi 2, bu ikisi bir yerdə, OH mənfi 1, bu müsbət 1. Bundan bu bir-birini tarazlaşdırdı, oldu nə qədər? Həmin bu karbonun oksidləşmə dərəcəsi. Deməli, müsbət 2. Buradakı karbonu tapdıq, müsbət 2. Bunun ilə bunun reaksiyasından alacağımız maddə, baxın bu maddədir. Bir dəqiqə. Və bu şəkildə. İndi mənə lazımdır bu maddənin oksidləşmə dərəcəsinə baxmaq. Burada məsələn bu karbon necə vəziyyətdədir? Və buradakı karbon yenə müsbət 2 oksidləşmə dərəcəsinə malik olacaq. Bu şəkildə. Çünki bu elə bil oksigen spirtə sayılır. Ona görə buna baxmayacaq. Və dördüncüdə də oksidləşmə dərəcəsi dəyişmir. Gördüyünüz kimi və digər variantlarda da çıxdıqdan sonra gördük ki, həqiqətən dəyişir. Bu təkrarlanır, yəni cavabı bilsəz lap yaxşı olar. 2 dəfə imtahana düşüb. Sonra deyir hansı reaksiyadan alınan maddənin 1 molu 22,4 litr həcm tutur, yəni qazdır. Bu deməli propindir. Propinin su ilə reaksiyasından keton alınır. Mayedir, götürmürük.
Buradan deməli metil spirtidir. Oksidləşdirəndə qarışqa aldehidinə çevrilir. Qarışqa aldehidi yeganə aldehiddir ki, qaz halındadır və cavabımız olacaq məncə B variantı. Həcmi 22,4 tutar. Digərlərinə də baxaq. Məsələn, alkendir, su ilə reaksiyasından spirt əldə edilir, spirtdir. Qarışqa aldehididir, üstünə, daha doğrusu sirkə aldehididir, hidrogenləşdirsək spirt əldə edərik. Deməli, bu asetilendir, trimerləşmə reaksiyası da aktiv kömürə görə. Buradan da benzol alınır, bu da maye haldadır. Həcmi 22,4 qazdır deyir. Bu da olacaq B variantı. Sonra keçək növbəti 16 nömrə sualımıza. Deyir metanal, metan turşusu, metanol sırası üzrə atomların ümumi sayı yəni nə artır? Metanal budur. Açıq formulunu yazaq. Metan turşusu, yəni H, OH. Metanol da spirtimizdir. Metanol necə yazaq? CH3OH. Molekulunda atomların ümumi sayı. Baxın, burada atomların sayı 4. Burada atomların sayı deməli 3, 5. Burada atomların sayı isə 4, 6-dır. Ümumi artan şey nədir? Elə atomların sayıdır. Heç digərlərinə baxmıram. A variantı. 17. Deyir Z və X və Z üçün nə fərqlidir? Hansı ki bu sual qəbul sualıdır. Keçən ilin asetileni aktiv kömürdən keçirəndə benzol alınır. Benzolu C2H4 ilə reaksiya aparsaq etil benzol alınır. Yəni benzol halqasının başında C2H5 bu şəkildə. Bundan hidrogen çıxartdıqda stirola çevrilir. Baxın bu şəkildə. Deməli, mənim Z-im stiroldur, X-im benzoldur. Molekulunda hidrogen atomlarına görə təbii ki fərqlənəcək. Stirolun qısa formulu C8H8-dir. Buna görə təbii ki fərqlənər. Bizə fərqli olan nədir deyir? 1. Bromlu suyu rəngsizləşdirmələri. Məsələn, bəli, ola bilər. Çünki benzol bromlu suyu rəngsizləşdirmir, amma fenol, daha doğrusu stirol rəngsizləşdirir, düzdür. Karbon kütlə payı eyni olacaq. Nəyə görə? Çünki ixtisar getsə, sadə formulda hər ikisində karbon, hidrogen qalır və kütlə payı eyni olacaq. Karbon atomların hibrid vəziyyəti fərqli deyil. Hamısında sp2-dir. Polimerləşə bilməsi, bəli, bu ola bilər. Çünki benzol polimerləşmir, amma stirol polimerləşə bilir. Cavab 1, 2, 5 olacaq. Qəbul sualıdır 2025-in. Sonra 18. Yenə bayaqki sualdandır. Nisbi molekul kütlələrinin cəmi 186-dır. Karbon atomlarının sayı bərabərdir deyir bu dəfə. Deməli, molekulunda birli karbon atomlarının sayı maksimum olarsa, bu maddələr beynəlxalq nomenklaturaya əsasən adlarına uyğunluğunu müəyyən edin deyir. Deməli, 1, 2, 3 ardıcıllığı ilə düzməliyik. Deməli, alkanların formulu CnH2n plus 2 şəklindədir. Yəni 14n plus 2-dir. Alkin deyir bu dəfə. Alkinin formulu CnH2n-dir. Doymuş alfatik keton isə CnH2n O şəklindədir. Bunun kütləsi də 14n. Bunun kütləsi isə 14n plus 16. Bunların cəmini toplasaq, kütlələrinin cəmi. Bir dəqiqə. Deməli, 14n-i vursaq 3-ə. Bu bizə verəcək 42n. Üstə gəlinsin 18. Bərabər edər 186-ya. Sonra 186-dan çıxarıq 18-i. Daha sonra da bölərik 42-yə. Bu bizə eni verər 4. Yəni, bu maddələrin hər birində 4 dənə karbon var. Deməli, bu C4H10 imiş. Bu C4H8 imiş. Bu da C4H8O şəklində imiş. Artıq bunları silək. Deyir, molekulunda birli karbon atomlarının sayı maksimum olarsa. Deməli, biz alkanın maksimum birli karbonlarının sayının çox olmağını istəyirəmsə, izobutan şəklində yazaram. Yəni, bunun adı da olar 2 metil propan. 2 metil propan, ona görə cavab olacaq B. Digəri də elə 4 karbonludur deyə bura belə bir şey 2 qat qoysaq 2 metil propen olacaq. Ona görə 2-yə gedər D.
Ketonu necə yaza bilərik? Keton birli karbonların sayı maksimum olsun. Tutaq ki, 4 karbondan biri bu vəziyyətdədir. Birinə bu şəkildə elə belə yaza bilərəm. Bunun adı da nə olar? Butanon. Vəssalam. Başqa da heç bir şey yaza bilmərəm. Cavabımız olacaq B, D, C şəklində. Sonra keçək 19-a. Hansı reaksiya nəticəsində üzvü maddələrin molekulunda birli karbonların sayı artar? Bax, bu sual bu il sınaqda da düşmüşdü. OTEKAN sınağında da, demin keçirdiyi 10 may sınağında da, yəni belə sual var idi. Deyir, üzvü maddələrin molekulunda birli karbon atomlarının sayı artır. Məsələn, alüminium xloru 3 katalizatorunu görürüksə, bu izomerləşmə reaksiyasıdır. Birli karbon sayı artacaq, biri götürə bilərəm. Daha sonra burada nə görürəm mən? Würz reaksiyasıdır. Burada birli karbon atomu, bu da birli karbondur, bu da birli karbondur, 2 ədəd. Buradan Würz reaksiyası gedib butan alınsa, birli karbonların sayı yenə 2 olaraq qalır, dəyişmir. 2 olan variantları çıxaq, 1-in olduğu variantlara baxmalıyıq. Sonra burada nə görürəm mən? Təbii ki, aldehid görürəm. Aldehidin, baxın, bu birli karbondur, bu da birli karbondur. Spirtə çevriləndə yenə bu birlidir, yenə bu birlidir. Say dəyişmir. Sonra baxıram burada nəyə? Burada gördüyünüz bütün karbon atomları disiklik alkandır da, disikloalkandır. Hidrogenləşmə reaksiyasına girəndə açıq quruluşlu alkana çevriləcək. Buradakı bütün karbonlar ikilidir. Birlilərin sayı artır və cavab olacaq 1, 4, A variantı. Keçək 20 nömrəli suala. Bu sual da yenə bayaqki yazdığımız sualdandır. İmtahanda görürsünüz, həm sınaqda təkrarlanıb, həm qəbulda təkrarlanıb. X üçün, X və Z üçün ümumi olan nədir? Bayaq yazmışdıq ki, bu C6, H6-dır. Z isə C8, H8 steroldur. Karbon kütlə payı, bəli, ümumidir. Ümumi formulları eynidirmi? Burada ümumi formul eyni deyil, çünki fərqli sinif birləşmələrə aiddirlər. Bromlu suyu rəngsizləşdirmələri də eynidir. Karbon hibrid vəziyyətləri bəli eynidir. Polimerləşmə reaksiyasına daxil olmaları sterol girir, amma benzol girmir. Bu səhvdir. Aromatik karbohidrogen olmaları bəli, aromatik karbohidrogenlərdir. Benzol halqası var. Burada cavab olacaq C variantı 1, 4, 6. Keçək 21-ə. Bu da 2024-ün sualı ya da 2025 birinci şans qəbul sualıdır. Homoloqlar var. A, B. Homoloq nədir? Eyni sinfə mənsub olanlar. Məsələn, metanla etan. Bunlar homoloqdular. Eyni sinfə aiddirlər. Bu doğrudur. Sonra bütün fiziki xassələri eynidir. Xeyr, fiziki xassələri eyni deyil. Eyni kimyəvi elementlərdən ibarətdirlər. Bəli, çünki hər biri karbon hidrogendən ibarətdir və yaxud da spirt isə karbon hidrogen oksigendən ibarətdir və s. Nisbi molekulları eynidir. Xeyr. Molekulda kimyəvi rabitələrin sayı eynidir. Xeyr. Cavab olacaq 1, 3, D variantı. Sonra 22. Deməli, X mayedir. Nitrat turşusuyla əvəz etməyə girir. Bir molekulunda atomların sayı 12-dir. Buradan mənim ağlıma benzol gəlir. Başqa da heç bir şey gəlmir. Sonra 23. Z maddəsini müəyyən edin. Deməli, gördüyünüz bu propil spirtidir. İzopropil spirti. 180 buradan propen alınacaq. Propenin bununla reaksiyası. Sonra bu və s. Bizdən nə istəyir? Z-in nə olduğunu tapdıq. Z budur. Daha doğrusu X propendir. X'in hidrogen bromidlə reaksiyasından brom bura birləşəcək. Sonra bunun amoniakla reaksiyası var. Hidrogen bromid çıxar. Bu nəyə çevriləcək? Bura amin qrupu birləşər. Çünki 2 mol amoniak birləşdiririk. Bu şəkildə. Və bu da izopropil amindir. E variantı. Sonra 24 nömrəli sual və sonuncu sualımızdır. Deməli, metil spirtin üzərinə sirkə turşusu gəlsək, X maddəsi olacaqdı nə? Sirkə turşusunun metil efri. Belə deyək. Sonra bunun reaksiyasından isə monohalogeni törəmə olacaq. Cavabımız da olar C variantı. Deməli, sualların imtahanda təkrarlanma olasılığı çoxdur. Ona görə də paylaşdığım sual nümunələrini ilk öncə birinci özünüz videonu dayandırıb işləyin. Daha sonra isə
İzahına baxın. Eyni suallar qəbul imtahanında yenidən qarşınıza çıxa bilər.